Dədələr, axşamınız xeyir. Bayramımızda mübarək. Hə. Hər vaxtınız xeyir. Bizim bu havalarımız qeyri-stabil keçdiyinə görə, soyuq havalar hələ ölkəmizdən çıxmadığına görə, bizim bu mart, aprel, may ayı özünü yanvar kimi apardığına görə isti setləri hələ ki yığışdırmırıq. Sizə qəşəng bir set təklif edirəm. 2 dənə set daha doğrusu. Çay xoşlayanlar üçün, demək çay, mürəbbə və ya şokolad. Üstə gəl türk baxlavası, üstə gəl bizim egzotik qəlyanımız 22 manat 50 qəpik. Sonra istəsəniz isti 1 litr isti kofe ilə süd numa keçsən. Süd. Nə deyirsən? Məsələn mədən. Termosun içində isti şəkildə 1 litr isti kofe ilə üstə gəl qəlyan, o da 21 manat. Yəni bu iki setdən, isti setdən yararlana bilərsiniz. Yenə də belə deyim, problemi olanlar üçün ləyəqsizdir bax. Yenə də problemi olanlar üçün, yenə də belə deyim, yəni özünü xəstələndirmək, sətəlcəm xəstəliyi ilə belə deyim, daha ləzzət alanlar üçün soyuq setlərimizdə aktivdir, Maktodur, milkshake'dir. Nə idi? Buzlu kofeydi, bir də soyuq çay.